Sual biz də ünvanlamaq istəyirik ki, nədir ümumiyyətlə bir valideynin uşağını sevməsi? Sevgi özü nədə göstərməlidir? Məşhur bir bəlkə də böyük ehtimal ki, eşitmiş olarsınız. 3 növ sevgi var. Əgər, çünki və rəğmən. Əgər bunu eləsən, səni sevərəm. Əgər 5 alsan, sevərəm. Əgər qonşu Əhmədi keçsən, sevərəm. Əgər əlaçı olsan, sevərəm. Əgər qırmızı diplom alsan, sevərəm. Bizdə budur. Bu sayğı yiysən, sevərəm. Bəli. Sonra gəlir çünki sevgisi. Səni sevirəm çünki əlaçısan. Səni sevirəm çünki 5 alır. Səni sevirəm qonşun oğlunu keçdin. Çünki gözəlsən. Çünki ağıllısan. Çünki ağıllısan. Səni sevirəm çünki qırmızı diplom və təsəvvür oluram ki, diplomun rəngi olan yeganə ölkəyik bəlkə də. Və üçüncü sevgi gəlir rəğmən. Yəni, səni hər şeyə rəğmən sevirəm. Heç nəyə baxmayaraq. Birinci əslində bu olmalı. Qeyri-şərtsiz sevgi. 2 almağınla səni sevməyim arasında heç bir əlaqə yoxdur. Yəni, səni sevirəm, falan səhv elədin, səni yenə də sevirəm, amma gəl bərabər bu problemi həll edək. Qeyri-şərtsiz sevgi. Necə xoşumuza gəldi.